AS Qrup, Bakü Build və Rebuild Qarabağ sərgisində iştirak edib. AS Qrup sərgi çərçivəsində dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər mövzusunda beynəlxalq konferans keçirib. AS Qrup Bakı 30-cu yubiley Azərbaycan beynəlxalq inşaat sərgisində iştirak edib. Tədbirə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən ümumilikdə 150-yə yaxın şirkət qoşulub. Sərgi stendinin bir hissəsi AS Qrupun törəmə şirkəti olan AS İnşaat MMC-nin Zəngilan rayonunda inşa etdiyi, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağalı 1, Ağalı 2 və Məmmədbəyli kəndlərinə, eləcə də Füzuli rayonunda layihələndirdiyi Dövlətyarlı kəndinə həsr olunub. Tədbirdə AS İstehsal Qarabağ MMC-nin Ağdam Sənaye Parkında yerləşən Xırda Qəlibli Beton Məmulatları zavodunda istehsal etdiyi beton məmulatları təqdim edilib. Bundan başqa Qazaxıstandan olan tərəfdaş şirkət BI Group ilə birgə Bakı şəhərində inşa edilən For You Baku yaşayış kompleksi və Arximed qoruğusu barədə də məlumat verilib. Sərgi çərçivəsində dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər adlı beynəlxalq konferans keçirilib. Ağıllı həllər haqqında konferansda öz yeniliklərimizi gətirdiklərimizi, yaşıl enerjini, izolyasiya sistemlərini haqqında geniş danışacağıq. Bugün biz çox şadıq ki, Azərbaycanda belə bir böyük sərgilər davam edir. Dünyanın müxtəlif ölkələrindən olan memarların, sahə üzrə ekspertlərin, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən konferansın əsas məqsədi ağıllı kənd konsepsiyası barədə məlumat vermək, xarici ekspertlərlə təcrübə mübadiləsi aparmaqdır. Konferans 2 panel sessiya ilə davam edib.